Hörmətli xanım sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri və media nümayəndələri. Artıq 2 gündür ki, biz strateji əhəmiyyətli bir sənədi 2026-cı il dövlət büdcəsi layihəsini müzakirə edirik. Çox fikirlər səsləndi və mənim mövqeyim də onunla bağlıdır ki, möhtərəm prezidentimiz Cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı və təhlükəsizlik məsələləri dayanır. Bu kontekstdə istəyərdim ki, öz qiymətləndirməmi aparım və biraz da açıq danışsaq, hər birimiz gündəlik insanlarla ünsiyyətdəyik, vətəndaşlarımızın, cəmiyyət üzvlərinin, orta statistik Azərbaycanlının bu büdcə ilə bağlı gözləntilərindən xəbərimiz var. Və biraz da akademik sadi dili qoyuram kənara, sırf insanlar deməli, o bayaq qeyd etdiyim o orta statistik Azərbaycanlının dilində sadə şəkildə ifadə etmək istəyərdim ki, bizim ən çox bu suallar verilir ki, bu büdcə nə dərəcədə bizim sosial rifahımızı təmin edəcək, nə dərəcədə bizim güzaranımız yaxşı olacaq, bizim sabahımız necə olacaq, bu kimi sualları verirlər, təhlükəsizliklə bağlı suallar verirlər, regionda baş verən çox mürəkkəb o siyasi, iqtisadi kataklizmlər kontekstində suallar verirlər və elə onların dilində söyləyərəm ki, 2026-cı ildə bizim 41 milyard 700 milyon əlimizdə pulumuz var xərcləmək üçün. Və həmin pulun əgər 41%, yəni 17 milyarddan belə çoxu ancaq sosial sahəyə ayrılırsa və indiki 2025-ci illə müqayisədə hələ 213 milyon da o artıqdırsa, deməli 2026-cı ildə 2025-ci illə müqayisədə daha yaxşı yaşayacaqsınız. Bunun məntiq və rəqəmlər bunu söylüyor. Və insanın deməli bu maddi tələbatı ödənə bilər. Ancaq ən vacib məsələlərdən biri təhlükəsizlik məsələləridir və hətta bir məşhur ifadə var, onu çox sevirəm səsləndirməyi. Təhlükənin olduğunu hiss etməmənin özü ən böyük təhlükədir. Və indi bizim adlar çəkmədən qonşu regionlarda baş verən proseslər, çox ciddi hətta siyasi və hərbi kataklizmlərin yeni müstəviyə keçməsi fonunda bu məsələyə xüsusi diqqətin ayrılması sevindirici haldır və bizim 2025-ci il büdcəsində hərbi müdafiə xərclərimiz 8,4 milyard manat idi. İndi 318 milyon manatdan çox artırılıb bizim deməli bu istiqamətdə xərclərimiz. Təxminən 3,8% artım qeyd alınıb və bütün bunlar onu göstərir ki, həm də təhlükəsizlik baxımından bizim təminatımız daha yaxşı şəkildə təmin ediləcək. Və Cənab Prezident müəyyən edib ki, post-müharibə dövrünün strateji vəzifəsi Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bu məqsəd üçün büdcəmizdən 8,4 deməli, büdcəmizin 8,4% məhz bu istiqamət təşkil edir, 3,5 milyard manat. İndi həmin insanlar özümü tutub söyləyirəm ki, 41% sosial istiqamət, 21% müdafiə, elə də 62%, üstə gəldə 8%-dən də çox Qarabağ və Şərqi Zəngəzur, yəni 70%-i keçir. Yəni bütün büdcəmizin 70%-dən çoxu sosial rifah, təhlükəsizlik və Qarabağın bərpasıdır. Qalan 30% isə qalır bütün digər sahələrə. Bu faktın özü bir daha təsdiqləyir ki, 2026-cı il büdcəsi təkmil büdcədir, sosial rifah büdcəsidir, sosial büdcədir və biz onu dəstəkləməliyik. Və hörmətli hökumət üzvlərinin burada olmasından istifadə edib onu da söyləmək istəyirəm ki, təmsil etdiyim Cəlilabad rayonu ilə bağlı 2 istiqamətdə danışım. Bir istiqamətdə pozitiv istiqamət, çox müsbət proseslər getməkdədir. Cəlilabadda hal-hazırda 35 kənddə tam elektrik kabelləşmə prosesi, yenidən qurma prosesi yekunlaşıb. Eyni zamanda 26 kənddə bu proses yekunlaşmaq üzrədir və 2026-cı ildə isə daha 10 kənddə bu proses həyata keçiriləcək. Amma qazlaşma ilə bağlı vəziyyətə gəldikdə isə düzdür, bugün qazlaşmanın səviyyəsi 97%-ə yaxınlaşıb. Hətta dünyada biz bu sahədən birinci yerdəyik, yeri gəlmişkən onu da qeyd edeyim. Amma hələ ki, Cəlilabadda 63 kəndin qazlaşdırılmasına ehtiyac var və xüsusilə də İranla sərhəd kəndlərdə bu sahəyə xüsusi diqqət ayrılmalıdır və təklifim də budur ki, hökumət üzvlərindən, hökumətimizdən də xahişim odur ki, çox əla olardı ki,
sərhədyanı rayonların sosial-iqtisadi inkişafı ilə bağlı da bir proqram, dövlət proqramı qəbul edilsin və yaxud da ki, bir pilot layihə həyata keçirilsin. Təşəkkür edirəm, çox sağ olun.